Nüfuzlu The New York Times nəşri İranın ali dini lideri Ayətullah Əli Xameyninin öldürüləcəyi təqdirdə onun yerinə keçəcək adamın hansı formada seçiləcəyi ilə bağlı yazı dərc edib. Nəşr yazını 3 İran rəsmisinə isnadən yayımlayıb. Qeyd edilib ki, ali lider vəfat edərsə, İran Konstitusiyası 88 üzvdən ibarət ekspertlər assambleyasının varis seçməsini tələb edir. Məlumata görə Xameyninin özü 1989-cu ildə seçiləndən sonra proses yalnız bir dəfə tətbiq edilib. Nəşr bildirir ki, Xameyninin ölümü halında sürətli, nizamlı keçidi təmin etmək niyyətindədir. Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidenti Donald Trump Xameyninin asan hədəf olduğunu bildirərək, hələlik onun öldürülməsinə lüzum olmadığını deyib. İsrailin baş naziri Benjamin Netanyahu ali lideri hədəf almağı istisna etməyib və deyib ki, onun ölümü münaqişəni sona çatdıracaq. İsrailin müdafiə naziri İsrail Katz isə bəyan edib ki, Xameyninin İsraildəki xəstəxanaya vur əmrindən sonra onun varlığına icazə verilə bilməz.